Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası nəticəsində Şərur rayonunda iqtisadiyyatın bir çox sahələri üzrə ciddi canlanma və irəliləyiş müşahidə olunub. Bu istiqamətdə ötən il Şərur rayonu üzrə yerli büdcənin gəlirləri 8 milyon 980 min manatlıq proqnoza qarşı 9 milyon 377 min manatdan çox icra edilib. Xərclər isə 7 milyon 595 min manat nəzərdə tutulmasına baxmayaraq 5 milyon 970 min manat səviyyəsində yerinə yetirilib. Həmçinin rayon üzrə vergi ödənişləri 9 milyon 333 min manat, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər 12 milyon 171 min manat təşkil edib. Bundan əlavə işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərdə də müsbət dinamika müşahidə olunub. Bu göstəricinin əldə olunmasında maliyyə nəzarətinin kifayət qədər ciddi təşkil olunması, həmçinin büdcə daxil olunmalarının şəffaf həyata keçirilməsi əsas rol oynamışdır. Həmçinin ötən dövrdə Şərur rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının mini ötməsi, eləcə də rayon ərazisində yeni xidmət və yaşayış sahələrinin, həmçinin pərakəndə və topdan satış məntəqələrinin açılması və həmin müəssisələrdə kifayət qədər yeni işçinin fəaliyyətə başlaması rayonun sosial-iqtisadi həyatında kifayət qədər canlanma yaratmışdır. Ötən il rayon üzrə ümumi məhsul buraxılışı 304 milyon manatı ötüb. Ən böyük payı isə kənd təsərrüfatına məxsus olub. Bununla yanaşı əvvəlki illə müqayisədə əsas kapitala yatırılan investisiyalarda, kənd təsərrüfatı istehsalında, pərakəndə ticarət dövriyyəsində, əhaliyə göstərilən ödənişli xidmətlərdə, eləcə də yük və sərnişin daşımalarında artım qeydə alınıb. Ötən ildə Şərur şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri, həmçinin Şərur rayon yuxarı yaycı kənd daxili avtomobil yollarının əsaslı təmir işləri başa vurulmuşdur. Eyni zamanda Axamək kənd daxili avtomobil yollarının dövlət proqramı çərçivəsində əsaslı təmir işləri davam etdirilmişdir. Həmçinin dövlət əsaslı vəsait qoyuluşu əsasına ötən il Şərur şəhərində 5 mərtəbəli 40 mənzilli yaşayış binasının tikintisi işləri başa çatdırılmış və bina istismara hazır vəziyyətə gətirilmişdir. Eləcə də ötən il ərzində Şərur şəhərində yeni avtovağzal binasının istismarı ilə bağlı ciddi işlər aparılmış, binanın layihə sənədləri hazırlanmış və ekspertiza prosesinə başlanılmışdır. Rayonda özəl sektorun inkişafı da diqqət mərkəzində olub. Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə 49 layihəyə 1 milyon 482 min 500 manat məbləğində güzəştli kredit ayrılıb ki, bu layihələr də əsasən kənd təsərrüfatı, sənaye, istehsalı və xidmət sahələrini əhatə edir. Nəticədə 27 yeni iş yeri yaradılıb. Heydər Məmmədov, Təxminə Babayeva, Abbas Quluzadə, NTV Xəbər.